Gördüğünüz kimi mən artıq bir il ərzində 56 takipçi toplamışam, 32 video yükləmişəm və bu videolardan da 2537 bağış toplamışam və ümid edirəm ki, bu cür videoları davamlı şəkildə yükləyib daha çox insanı cəlb etməyə çalışacağam öz kanalıma və daha çox abunəçi toplayıb, daha çox bağış toplayıb və bir çox yeni motivasiya videoları çəkməyə çalışacağam və ümid edirəm ki, bu videolarım da həmin o baxış toplayan, yəni baxan insanlara çox gözəl faydalı olacağını düşünürəm və buradan da bu 56 nəfərə çox təşəkkür edirəm. Hər kəs salamlar və mən bu gün sizə yeni bir motivasiya videosundan qarşınızdayım və ümid edirəm ki, bu videomda digər videolar kimi sizin üçün faydalı bir video olmuş olacaq. Və düzdür, hələlik başlanğıc olaraq təbii ki, YouTube videolarımda çox inkişaf etməsəm də, yəni çox takipçim olmasa da, videolarımı az insan izləsə də, mən düşünürəm ki, gələcəkdə artıq çox takipçim olacaq və artıq çox insan mənim başlanğıcda yüklədiyim videoları izləyəcək və bəlkə də onlar da mənim kimi YouTube videosu çəkməyə başlayacaqlar və öz bildiklərini digər insanlara öyrətmək üçün çalışacaqlar. Və artıq vaxt itirmədən mən artıq motivasiya videosuna keçmək istəyirəm. Əgər ki, siz mənim bu videoma baxırsınızsa, böyük ehtimal ki, sizin ya hədəfiniz var və yaxud da hədəfiniz yoxdur. Amma mən sizə bu gün isə həm hədəfi olanlar üçün, həm də hədəfi olmayanlar üçün bir video hazırlamışam və bu videoda isə mən sizə çox dərin bir mövzu haqqında danışmış olacağam. Əgər ki, sizin hədəfiniz varsa və yaxud da hədəfiniz yoxdursa, siz hər gün təbii ki, telefonda müxtəlif işlər görürsünüz və təbii ki, bu telefonda vaxt keçirərkən bəzən də oyun oynamaq istəyirsiniz və yenə dediyim kimi, bu həm hədəfi olanlar üçün isə, həm də hədəfi olmayanlar üçün keçə bilir. Çünki telefonda oyun oynamaq, sosial mediada videolara baxmaq kimi bir şeydir. Siz hər uğur qazandıqdan sonra, yəni telefonda oyun oynadıqda, hər nəticə əldə etdikdən sonra, hər bir qalibiyyət qazandıqdan sonra daha çox həvəslənirsiniz və beyniniz o oyunu daha çox oynamağa yönləndirir və siz də hər gün hədəfiniz olsa da, olmasa da, siz hər gün o oyunu davam etdirirsiniz. Siz hər gün çalışırsınız və sizin bu çalışmalarınız hər gün ardıcıl olaraq yığılır və nəticədə isə siz gözəl bir uğur əldə edirsiniz. Və siz bu uğuru əldə etdikdən sonra isə yenidən digər hədəf qoyursunuz qarşınıza və o hədəf üçün yenidən çalışmağa başlayırsınız. Və bu, yenə dediyim kimi, daşlar kimi yığılır və nəticədə isə böyük bir bina rolunu oynayır. Və təbii ki, bu real həyatda da belədir. Siz nə qədər çox çalışırsınızsa, sizin bu çalışmalarınız bir daş kimi yığılır və siz bu çalışmaların nəticəsində bir uğur əldə etdikdən sonra bu, yəni böyük bir qala kimi olur. Çünki siz hər gün çalışırsınız və hər gün istəsəniz də, istəməsəniz də bu daşları ardıcıl olaraq düzürsünüz və nəticədə isə böyük bir qala olur və siz bu nəticəni əldə etdikdən sonra, yəni siz istədiyiniz bu uğuru əldə etdikdən sonra yeni bir qalanı tikmək üçün çalışırsınız. Yəni yenidən siz çalışmalara başlayırsınız. Və bu həqiqətən də real həyatda da belədir. Və siz bu çalışmaların nəticəsində yorulsanız və durmaq qərarına gəlsəniz, əslində heç vaxt durmayın. Çünki bu videonun başlığında da dediyim kimi, onlar dayanarkən sən davam et. Dünyada bir çox insan hədəfi vardır və onlar hədəflər üçün hər gün çalışırlar. Və onlar da sənin kimi bəzən yorulurlar və durmaq qərarına gəlirlər. Və burada isə onlar duranda isə sənin üçün böyük bir fürsət yaranır. Və əgər ki, sən bu fürsəti istifadə edə bilirsənsə, yorulub duran insanlardan sən çox gözəl bir nəticə əldə edə bilərsən. Çünki burada bir boşluq yaranır. Çünki onlar dururlar, yəni çalışdıqdan sonra yorulurlar və durmaq qərarına gəlirlər. Amma burada isə sənin üçün böyük bir fürsət yatır. Yəni ona görə də mən sizə buradan deyirəm ki, onlar yorulub dayanarkən sən dayanma. Düzdür, bəzən yorula bilərsən. Bəzən çətinliklərə keçə bilərsən. Bəzən də bu çətinliklər sənin üçün böyük gələ bilər. Amma yenə dediyim kimi, heç vaxt dayanma. Onlar dayanarkən sən davam et. Əgər ki, sən bu videonu izləyirsənsə və sənin də bir hədəfin varsa, sənə buradan söyləmək istəyəcəyim şey odur ki, bəli, hədəflər üçün çalışmaq əslində çətin bir şeydir.
Amma o hədəfləri reallaşdırmaq mümkünsüz deyil. Düzdür, mən də çalışıram hədəflərim üçün. Və sənə də buradan qeyd etmək istəyirəm ki, sənə buradan söyləmək istəyirəm ki, heç vaxt dayanma. Çünki yenə dediyim kimi, dünyada bir çox insan hədəfləri var və onlar hədəflər üçün çalışırlar. Və bəziləri isə yorulub dayanmaq istəyəndə isə sən dayanmırsınsa və yenə də hər gün istəsən də istəməsən də çalışırsansa, yorulub dayanan insanlardan nə qədər də çox gözəl nəticə əldə edəcəyini bir düşün. Və ona görə də sən əgər ki yorulursansa, qarşındakı bu çətinliklər sənin üçün böyük görsənirsə, eləyə biləcəyin ən gözəl şeylərdən biri sadəcə bu yolda davam etməkdir. Çünki sən dayananda onların əlinə bir fürsət keçir və onlar bu fürsətin istifadə edib səndən daha tez istədikləri uğura çata biləcəklər. Və bəzən də sən bu yolda irəliləyərkən səni inanmayan insanlar sənə lazımsız sözlər deyə bilərlər, səni aşağı çəkməyə çalışa bilərlər. Burada eləyəcəyin ən gözəl şeylərdən biri sadəcə sakit durmaq və sadəcə irəliyə baxıb hədəflərin üçün çalışmaqdır. Düzdür, səni aşağı çəkən insanlar çox olacaq. Ətrafında pis vərdişlər çox olacaq, pis əməllər çox olacaq, mənfi düşüncələr olacaq. Amma burada ən gözəl şeylərdən biri, ən vacib şeylərdən biri, sən bu şeyləri önəmsəməyib, sadəcə irəliyə baxıb hədəflərin üçün durmadan çalışmaqdır. Bütün bu saydığın şeylər səni durdurmaq üçün yaranıb. Və əgər ki, sən bu asılılıqlardan qurtulsan və yoluna hər gün istəsən də istəməsən də davam etsən, yəni çalışmaq istəsən də istəməsən də yenə də bu yolda davam etsən, yenə də çalışsan, istədiyin uğurlara necə də tez çatacağını bir düşün.